Son dövrlərdə sürətlə dəyişən həyat ritmi, stres, texnologiyaya aludəçilik və sosial təzyiqlər nəticəsində insanlar arasında yuxusuzluq problemi getdikcə daha geniş yayılır. Nəticə etibarilə müntəzəm və keyfiyyətli yuxunun olmaması təkcə psixoloji deyil, həm də fizioloji fəsadlara yol açır. Yuxu beyin üçün bir növ yenilənmədir. Bu proses pozulanda insan özünü daim yorğun, həvəssiz və tükənmiş hiss edir. Psixoloq Qətibə Abdullayeva deyir ki, yuxusuzluq insan psixikasını ciddi şəkildə zədələyə bilər. Həmçinin yuxusuz insanlarda emosional stabillik pozulur və motivasiya azalır. Həyatı öz istədiyi kimi keçməyən insanlar və yaxud da ki, uşaqlı analar olsun, yoldaşına münasibət problemi olan, travmalı ailələr olsun. Bunlar hamısı bizim təbii ki, əsəb sistemimizə təsir göstərir. İlk olaraq verəcəyi zədə yuxusuzluqla göstərəcək. Yuxusuzluq və nevroloji problemlər həmən günü bizi tapmır. Yəni zaman-zaman yığıldıqca tapır. İnsanın sinir sisteminə təsir göstərdiyi üçün həm qərarlarını verməkdə çətinlik çəkəcək, enerjik olmayacaq, daha çox həyəcanlı, təşvişli pozuntular olan insanlar olur, depressiya meyilli insanlar olur, hətta özünə qapanan insanlar olur. Yuxusuzluq sinir sisteminə birbaşa təsir edir. Mərkəzi sinir sistemi düzgün işləmədikdə diqqət toplamaq, yaddaşda saxlamaq və sürətli reaksiya vermək çətinləşir. Davamlı yuxusuzluq beyin hüceyrələrinin fəaliyyətini ləngidir, nəticədə həm qavrama, həm də reflekslər zəifləyir. Kişilərdə daha çox rastlaşırıq da. Məsələn, xanımlar fiziki olaraq yorulur, uşaq, ev falan, belə deyək, yorğunluqdan, fiziki yorğunluqdan yata bilirlər. Məsələn, bəylərimiz bəzən özünə qapanıq olurlar, hər şeyi paylaşmadıqları üçün daha çox yuxusuz tip insanlar olurlar. Məsələn, xanımlarımızın şikayətində olur ki, ailə terapiyalarında bəylərimiz məsələn gecələr yatmır, fikirləşir, davamlı məsələn. Telefonun da burada rolu deyərəm ki, çoxdur. Bizim sosial şəbəkələrdən çox istifadə eləməyimiz, bunu da baxım yatacam deyirik və baxa-baxa bir də ayırırıq ki, artıq saat neçədir və gecə yatırıq. Səhər hər kəs iş başında olmalıdır. Yuxusuzluq bizim işə, ünsiyyətə, insanlarla münasibətimizə %100 təsirini göstərəcək.